Çox təəssüflər olsun. İnanın, yarı yolda mənə zəng ediblər. Gəlmişəm, hazırda Sabunçu tibb mərkəzindəyəm. Yəni Sabunçu xəstəxanasındayam. Məşhur meyxanaçı, söz ustadı Eyşən Binəqədi rəhmətə gedib. Axşam saatlarında, dünən axşam saatlarında onu gətiriblər bura. Ən dəhşətlisi bilirsiniz nədir? Heç kim yoxdur. Mənəm, operatorumuzdur, sürücümüzdür və bir də indi meyxanaçı Nuriyə Samanlı xəbəri eşidib gəlib bura. İçki aludəçisi idi Eyşən Binəqədi və mən ona inanın ki, nə qədər köməklik göstərdim. Müalicəyə göndərdim, sağaldı, yenə də içkiyə qurşandı. Mən bunu bilirdim. Ona dedim, sən yenə də içki içirsən, dedi, yox. Hazırda həyat yoldaşına, keçmiş həyat yoldaşına zəng elədim və çox soyuqqanlıqla qarşıladı və mən hələ də bunun da şokundayam. Deyir ki, mən onu çoxdan ayrılmışam. Yəni, heç kim yoxdur ki, onun meydinə sahib çıxsın. Dəhşət bir şeydir. Baxın, pis vərdişlərin qurbanı olan insanların acı sonu. Meydinə belə sahib çıxmırlar. Heyf Eyşən Binəqədidən, heyf o cür meyxanaçıdan, söz ustadından çox heyflər olsun. Allah rəhmət eləsin.